Azərkosmos və peyklərimiz, salam, əziz izləyicilər, siz Kral Kosmos kanalına baxırsınız. Bugün sizə Azərbaycanın fəxri olan Azərkosmos şirkətinin peyklərindən danışacağıq. 1. Azespacek 1. Bu, Azərbaycanın ilk rabitə peykidir. 2013-cü ilin fevral ayında Fransız Gviyanasından orbitə buraxılıb. Azespacek 1 həm televiziya, həm internet, həm də telefon siqnallarını ötürür. Bu peyk vasitəsilə Azərbaycan dünyanın bir çox ölkəsinə yayım xidməti göstərir. 2. Azespacek 2 ikinci rabitə peykimizdir. 2018-ci ilin sentyabrında orbitə çıxarılıb. Bu peyk Azespacek 1 işini gücləndirir və ehtiyat sistem kimi də istifadə olunur. Azespacek 2 sayəsində rabitə və televiziya keyfiyyəti daha da artıb. 3. Azevski, bu yerin müşahidə peykidir. 2014-cü ildə orbitə buraxılıb. Azevski peyki yerin yüksək keyfiyyətli şəkillərini çəkir. Bu şəkillərdən kənd təsərrüfatı, şəhər planlaşdırılması, iqlim və ekologiya kimi sahələrdə istifadə olunur. Nəticə, Azərbaycan kosmos sahəsində öz sözünü deməyə başlayıb. Azərkosmosun məqsədi, gələcəkdə daha çox peyk buraxmaq və yerli alimlər yetişdirməkdir. Bu da o deməkdir ki, Azərbaycan artıq kosmos ölkəsidir.